Hörmətli, dəyərli masa iştirakçıları, mən Rüzgar Ekoloji İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Profesör İslam Mustafayev. Mənimlə birlikdə bugün sizinlə görüşə gəlib, DASİN, Kimya üzrə fəlsəfə doktoru, iqlim dəyişmələri üzrə Respublikamızda tanınmış mütəxəssis Hökmən Mahmudov, Radiasiya Problemləri İnstitutunda laboratoriya rəhbəridir, Rüzgar Ekoloji İctimai Birliyinin təsisçilərindən biridir. Mənimlə gələn digər yoldaş, mənim tələbəm Hacıyev, Qaxlıdır, Almalı kəndindəndir. Mən 20 dənə elmlər namizədi yetişdirmişəm. Tələbələrimin içərisində hökmən də inciməsin. Artıq iqlim dəyişmələri baş verir. Son 200 ildə iqlim 0,8 temperatur 1,2 dərəcə artıb. Bu çox böyük rəqəmdir. Burada biz deyirik ki, 1-2 dərəcə artıq olsun, ola bilər. Amma əslində qalsa dağlarda buzlaqların, qarların əriməsi, birdən-birə əriməsi, bu fəsillərin ardıcıllığının pozulması. Görürsünüz də son illər bir qış olur, qışdan sonra dərhal yay olur, yaydan da sonra dərhal yenə qış gəlir. Payız və yaz fəsilləri bu fəsillər arasında əriməyə başlamışdır. Fəsillər öz ardıcıllığını itirir, nəmlik dəyişir və beləliklə kənd təsərrüfatında, sosial sferada insanların həyatı ağırlaşır. Kəndlə bağlı olan adamlar həmin məhsulu götürə bilmirlər. İstilik nəticəsində insanlar öz iş qabiliyyətini yüksək temperaturda itirirlər. İndi maşallah çox yaxşı havadır, qaqda görürəm, amma yayın isti günlərində qaqda da çox isti olur. Vegetasiya dövrü dəyişirlər. İqlim dəyişməsi indi nə ilə bağlıdır? Necə edə bilər? İki şey var. Bir, iqlim dəyişmələrini yumuşaltmaq, bunun qarşısını almaq ki, temperatur arta-arta getməsin. Əgər belə buraxsaq, heç bir tədbir görməsək, bu əsrin sonlarında 4 dərəcə artım olacaq. İndiyəcən 200 ildə cəmi 1,2 dərəcə olub. Amma qarşıdakı, deyək ki, 60 ildə, 70-80 ildə 4 dərəcə olacaq. Bu nə ilə bağlı? Bu, sənayeləşmə dövrünün, o 1820-ci illərdən başlayan sənayeləşmə dövrü, kömürün çıxarılması, kömürün yandırılması, daha sonra əsrin sonunda neftin yandırılması nəticəsində karbon dioksid, burada yəqin kimya müəllimləri də var, fizika müəllimləri, karbon dioksid qazı əmələ gəlir. Karbon qazı da yer səthində toplanaraq yerdən istiliyin atmosferə getməsini çətinləşdirir. Yuxarıdan gələn, günəşdən gələn istilik yer səthinə keçir, amma yer səthindən atmosferə ayrılmır və beləliklə ətraf mühitdə temperaturun, orta temperaturun artması meydana gəlir. Bir çox hallarda sizə belə sual doğurur. Yəni, keçən il elə bir soyuq oldu, heç 100 il belə soyuq olmamışdı. Ayrı-ayrı günlər ola bilər soyuq olsun. Ayrı-ayrı günlər ola bilər yayda, yazda bu il çox sərin keçdi. Avqustun ikinci yarısı çox sərin keçdi. İyulun da yarısına qədər elə sərin keçdi. O demək deyil ki, istiləşmə getmir. İstiləşməli temperaturu ölçəndə il üzrə bütün planetdə gün-bə-gün temperatur necə olub ölçülür, baxırda toplanılır, görülür ki, get-gedə artır. Və get-gedə artır ona görə ki, atmosferdə karbon dioksid qazı artır. Karbon qazının artımı ilə deməli temperaturun artımı arasında bir əlaqə var, koreliyasiya vardır. Və bundan nəticə çıxardıblar alimlər, doğrudur. Bütün məktəblər bunu qəbul eləmir, bəziləri deyir ki, günəşdə elə proseslər gedir ki, o karbon qazı buraxılması onun nə deyir, nə bilim, mən yerdə bəziləri deyir, süni peklər buraxılır, onunla bağlıdır, bəziləri, müxtəlif səbəblər, amma insanlardan asılı olan komponent var. Antropogen təsiri var. İnsanlar yandırırlar, tarlaları yandırırlar, biçəndən sonra, məhsulu biçəndən sonra meşə yanğınları baş verir və qaz yandırırlar.
çoxdur. Kombilərdə yandırılır, ev təsərrüfatında, Azərbaycanda işlənilən enerjinin 45%-i ev təsərrüfatlarında işlənilir. Müxtəlif şəkildə axşama qədər elektrik yandırırsınız, ocaq yandırırsınız, kombini yandırırsınız, qaz yanır və s. və s. Bunların hamısı 45% təşkil edir və energetika sektorundan Azərbaycanda karbon dioksid qazının buraxılışı 75%-dir. 75% buraxılır energetika sektoruna. Digər kənd təsərrüfatından da buraxılan metan var və digər qazlar da var. Bu effekti yaradır. Bizim əlimizdən gələn nədir? Dövlətin öz strategiyası var. Dövlətlər öz arasında razılığa gəliblər, 200-ə yaxın dövlət. Hələ 1995-ci ildə BMT iqlim dəyişmələri üzrə çərçivə konvensiyası imzalanıb. O vaxt hələ imzalanında 157 ölkə ilə 200-ə yaxınlaşır. Bundan sonra Paris Anlaşması olub, Kyoto protokolu olub, Davos Milli Dünya İqtisadi Forumu olub. Bunlar hamısı qərar qəbul ediblər ki, bu məsələyə pul buraxmaq lazımdır. Bu məsələni deməli, karbon dioksid qazının ətraf mühitə atılmasının qarşısını almaq lazımdır. Birisi COP30 və həmin konvensiyanın bütün üzvləri, bütün ölkələr ildə bir dəfə yığışırlar. İldə bir dəfə toplaşırlar, qərar qəbul edir. Bir il ərzində nə iş görülüb, hansı ölkə nə iş görüb, onu danışır və hansı ölkənin üzərinə nə öhdəliklər düşür, onu da deyirlər, tapşırırlar ölkələr. İndi bu axırıncı Bakı, mən onun ikisində iştirak eləmişəm. Dubayda 28-ində, Bakıda da 29-unda, indi Braziliyaya getməyə hazırlaşıram 30-cu konferansda. Bu konferanslar belə qərar gəldi. Bakı konferansı, COP29 belə qərara gəldi ki, ildə təqribən 1,3 trilyon dollar bu işə pul ayrılacaq. İqlim dəyişmələrinin qarşısını alınmağına, ona adaptasiya, onun əvəz eləməyə, necə eləmək ki, karbon dioksidini azalsın. Və varlı ölkələrə də tapşırıldı ki, varlı inkişaf etmiş ölkələrə tapşırıldı ki, ildə 300 milyar dollar bu zəif inkişaf etmiş ölkələrə versinlər ki, onlar da öz ölkələrində bu işin qabağını alsın. Əslində qalsa Rusiya, Amerika və Çin bu tullantıların 50%-i bunların boynuna düşür. Bunlar bir iş görsələr bu yaxşı olar. İndi bunlar da görürlər və bizim ölkəmizə də tapşırılıb ki, 35% bunu azaldaq, karbon dioksidi azaldaq, azaltmaq hansı yolla olur? Hökumət nə qərar var? Çıxarır. 2 yerdə günəş stansiyası tikilir. Ən böyük günəş stansiyası. Biri 240 işğaldan azad olmuş ölkələrdə, biri 400 mənim vətənimdə, Biləsuvar rayonunda tikilir. Bunların ikisindən bir yerdə təqribən 3 milyon ton tullantılar azalacaq. Əslində bizim bu cəmiyyətin, qeyri-hökumət təşkilatının burada bu təbliğatın əsas məqsədi, İslam müəllim dedi, deməli, iqlim dəyişikliyinə təsir edən faktorların azaldılması və buna uyğunlaşmaq. Necə uyğunlaşmaq olar? Bütün dünyada qəbul olunmuş, dünyanın bütün hesabatını aparan belə bir təşkilat var. Beynəlxalq Enerji Agentliyi, Atom Enerji Agentliyi də var, Enerji Agentliyi var. Bunların statistik məlumatına görə ən dünyada, bütün dövlətlərdə karbon və digər qazlar atmosferə emisyon buraxılır, atılır da demək olar. Bunların da əsas parnik effekti yaradan, iqlim dəyişmələri effekti yaradan qazlar su buxarıdır, karbon dioksiddir, metandır, azot oksidlərdir, sulfitlərdir, aerozollar, müxtəlif maddələrdir. Deməli, son alimlərin son illərdə bu tədqiqatlar aparıldı. Yəni 100 il bundan qabaq olmuyor. Son bir 50-60-70 ilin tədqiqatlarıdır. Göstərirlər ki, atmosferdə əsasən bu iqlim dəyişmələrine səbəb olan faktorun atmosferdə olan karbon dioksidi, karbon dioksid də deyirik, karbon dioksid də deyirik ifadə görə qatlığının artmasıdır. Məsələn, sənayeləşmə dövrünə qədər 270 ppm isə
İndi 410 ppm olur. Deməli, təxminən 410, 270'e böləndə 1,5 dəfə, 2 dəfəyə yaxın belə bir rəqəm alınır ki, artma gedir. Deməli, sənəyləşmə dövrünə qədər yer kürəsində balans belə yaranır. Atmosferə buraxılanlar, atmosferdən udulan, netto emissiya deyirlər. Bu bir-birinin tarazlığı, artıq tarazlıq pozulur. Karbondioksidin ekvivalent miqdarda onu götürürlər, miqdarı getdikcə artır. Bunun müxtəlif səbəbləri var. Səbəblərdən biri insan faktorlu, antropogen təsirli. Bir qrup alimlər var ki, deyir, bu təbii proses. Yəni, əsas məsələ odur ki, dünyanın aparıcı, məsələn, NASA kimi təşkilatların analizlərinə baxanda, tədqiqatlarına baxanda, hamı qəbul edir ki, bu əsasən antropogen təsir nəticəsində mövcud olur. İndi 270'də netto emissiya, sıfır emissiya alınır. 470'də artıq qalan atmosferdə yığılır qalır. Böyük bir kütləvi çirklənmə gedir atmosferin çirklənməsi. Eyni zamanda bunun özü atmosferdə böyük kütləli karbonun yığılmasına səbəb olur. Karbon da atmosferdə 7-8 il götürsək, məlum olur ki, atmosferə buraxılan və atmosferdən yerə udulanların arasında fərq 30-35%'e qədər hər il buraxdığımızdan çox atmosferdə karbondioksid yığılıb qalır. İndi bunun qarşısını almaq üçün nə etmək lazımdır? Bunun qarşısını almaq üçün İslam müəllim dediyi bütün dövlətlər yığışıblar və COP 29 bizə keçirildi, gələn 30 keçiriləcək, öhdəliklər götürürlər və inkişaf etmiş dövlətlər, inkişaf etməkdə olan dövlətlərə kömək edirlər, yardım edirlər, layihələr verirlər ki, onların balansı hesabına biz atmosferə buraxılan karbondioksidin miqdarını azaldıq. Dünyada bir çox tədqiqatlar aparılır. Yəni, bunun bəlası nədir? Atmosferin qızması bir çox bəlalar doğurur. Tək iqlim dəyişməsi deyil. Özü ilə yanaşı olaraq şirin su problemi, quraqlaşma problemi, qida çatışmamazlığı problemi və insan sağlamlığına çox böyük təsir edir. Özünüz görürsünüz ki, məsələn, qalx üçün xarakterik olmayan iqlim gəldikdə meşələr necə, ağacların məhv olması, biyokütlərin məhv olması, heyvanat aləminin yox olması, kənd təsərrüfatı məhsuldarlığının azalması və onunla bərabər mənşəyi məlum olmayan xəstəliklərin əmələ gəlməsi. Bu, son dövrlərdə bizim gördüyümüz, yəni şahid olduğumuz pandemiya bunun bariz nümunəsidir. İndi bunun qarşısını biz necə ala bilərik? Bunun da əsasən dövlət özü öhdəlik götürür. Birinci, İslam müəllim dedi, Azərbaycan dövləti Paris sazişinə görə, konvensiyasına görə 35% azaltmalıdır. Amma Azərbaycan 40-cı, 50-ci illərə qədər, 40%-ə qədər, 50%, dünyada götürürlər 50%-ə sıfır emisiya gətirmək. Sıfır emisiya gətirməkdə İslam müəllim dedi, mümkün olan şeydir. Bunun üçündə bir çox həm məsələn, emisiyanı azaltmaq üçün yeşər kənd təsərrüfatının strukturunu dəyişdirərək. Güllü müəllimənin familiyası nədir? Əhmədov. Güllüdür, adı da Güllüdür. Qida zəncirinin dəyişilməsi, yeni texnologiya keçməsi tövsiyə olunsa da, alimlər qarşısında da müəyyən problemlər qoyurlar ki, atmosferə buraxılan qazların qarşısını necə azaltmaq olar. Bir çox texnologiyalar var, o cümlədən Azərbaycanda da bundan istifadə edilir. Buraxılan qazların toplanıb bir yerdə yerin səthinə vurulması və yaxud da bir şəkildən başqa material şəkildə keçirilməsi atmosferə buraxılan tullantıların miqdarını azalda biləcək. Atmosferə buraxılan tullantıların əlaqə bir şeydə yadınızda ki, atmosferin çirklənməsində təkcə qaz yox, məsələn, toz qarışıqlarının miqdarı getdikcə də atmosferdə soyuma başlayır. Nə qədər? Ona görə ki, günəşin albedosu dəyişə bilir, tozun miqdarı çox olanda və yerə düşən, yerin udduğu enerji, infraşüalar şəklində gedir, atmosferdə yaradan o qaz təbəqəsi yoxdur, optik sıvı, onu dəyin təzədən qayıdır, əlavə qızmaya səbəb olur. Bunun üçün də əsas öhdəlik atmosferin təmizlənməsidir, atmosferin təmiz saxlanmasıdır, atmosferə buraxılan tullantıların miqdarının sıfıra
yendirilməsidir ki, sıfır emisiya deyirlər. Bunun üçün də əsasən töhfə görürlər ki, meşələrin, yaşıllıqların, kənd təsərrüfatı məhsullarının məhsuldarlığı böyük olan bitkisilikdən və heyvandarlıq növlərindən istifadə edilsin ki, bu azalsın. Ancaq məlum olduğu kimi Azərbaycanda bu biraz real görünmür. Nə üçün? Azərbaycan ərazisinin 14% cəmi cümlətanı meşə ilə. Biz meşəni nə qədər artırsaq da, meşə fondunu çox artıra bilməyəcəyik. Amma meşələri intensiv şəkildə inkişaf elətsək, yeni ağac növləri, yəni biokütləsi sürətlə arta bilən ağac növlərindən və yaxud da burada elə çalışmaq lazımdır ki, bu qida zəncirində bolluq əmələ gəlsin. Atmosferə buraxılıb azaltmaq üçün, bu biraz tullantıların miqdarını azaltmaq üçün ən əsas meyarlardan biri enerji effektliyinin artırılması. İnsanların qarşısında əsas məqsəd odur ki, məsələn, onun üçün biz bu icmalarla görüşürük, qadınlarla görüşürük ki, ev şəraitində daha enerjidən effektli istifadə eləsinlər. Əsas məsələlərdən biri budur. Bu məsələyi biz həll etməklə həm su problemini həll etmiş oluruq, həm də atmosferə buraxılan zərərli qazların eyni zamanda biz burada yeni insan tərbiyəsi əmələ gətirikdə, övladlarımızı necə tərbiyə edəyiriksə, yəni uşağa necə baxarsansa, orada onun ətrafındakilara elə baxar. Yəni biz bütün bizi əhatə eləyən Azərbaycan meşələridir, təbiətidir, öz malımız kimi, öz evimiz kimi qorumalıyıq ki, və ondan daha səmərəli istifadə eləməkdir ki, bizim ətraf mühitə vurduğumuz ziyan aşağı düşsün. Bu bütün sahələrə aid. İstəyirsiniz tullantılar olsun, bərk tullantılarda tutmuş, o nədir, polimer tullantıları olsun, hamısı bunlara aiddir. Və bunlardan nə qədər çox səmərəli biz istifadə eləsək, daha çox qabağa düşmüş olacaq. Azərbaycan hökuməti bu sahədə nə işlər görür və bizdən nə asılıdır? Məlumumuz olduğu kimi, keçən il COP29 keçirildi, Azərbaycan hökuməti yaşıl enerji keçidi elan eləyib. Bununla bağlı Azərbaycanın bir çox regionlarında günəş enerjisindən istifadə edirlər. Naxçıvanda 2 böyük stansiya tikilib. Düzdür, bunların payı bizim enerji, istehsalat payında az olsa da bu yolda biz davamlı inkişaf eləyirik, bundan istifadə eləyirik. Yəni bu yeni texnologiyanı, günəş, külək, termal, biokütlədən istifadə texnologiyalarını gətirməklə yeni insan formalaşdırır, insan şuurunda yenilik, yeni texnologiyana adaptasiya formalaşdırır. Bunun üçün də təxminən Azərbaycanda bugün 20-ci ilin məlumatı məndə var. Enerji balansı, elektrik enerjisi balansında alternativ enerjiden istifadə 6% təşkil edir. Əsasən bizdə istilik elektrik stansiyalarıdır. İstilik elektrik stansiyalarını İslam müəllim dedim. Əvvəl mazotuydu, indi qazdan istifadə edirlər. Bu ənənə hələ davam edəcək. Birdən-birə, əgər Paris olmasın, hansı saziş qəbul eləsələr də, yaxın yüzillikdə biz ənənəvi enerji mənbələrindən istifadəni tam dayandıra bilməyəcəyik. Bunun üçün böyük texnologiya lazımdır, yeni kadr potensialı lazımdır yaratmağa. Bunun üçün də Azərbaycanda bu dəqiqə yaşıl enerjiyə keçid elan olunur. Əsasən Xəzər dəniz üzərində günəş, külək enerjisindən istifadə, quraqlıq rayonlarımızda günəş çevrilicilərindən istifadə məsələsi çox önəmli qoyulur. Payı azdır və bundan istifadə olunur, amma tamamını inkişaf edir. Eyni zamanda keçən il ondan qabaq ki, prezidentimizin göstərişi ilə Respublikaya idxal olunan elektro-hibrid avtomobillərin gömrük rüsumundan azad olma məsələsi qoyulur. Bu da çox önəmli şeydir. Hibrid avtomobilləri belədir. Məsələn, mən təxminən mənim öz maşınım var, bilirəm. Əgər mənim əvvəlki maşınım 100 kilometrə 10-12 litr benzin yandırırsa, indi hal-hazırda 4-5 litrdən yuxarı yandırır. Təxminən hibriddir. Amma elektromobillə keçəndə tamamilə elektromobil yandırmır. Ancaq elektromobilin aldığı enerji bizim istilik elektrik enerjisindən alındığı olduğuna görə orada da onun öz payı var. Biz alternatif enerjiden istifadə etsək, günəş çeviricilərindən, elektrik enerjisi, elektromobillər onunla şarj olunsa, doldurulsa, sıfır emisiya.
Və bunda Azərbaycan çox önəmli irəli gedə biləcək və biz indi hal-hazırda bilirsiniz də Zəngəzur dəhlizinin açılması, bu Ermənistanın bu əlaqələrin düzəltməsi Azərbaycandan xaricə yaşıl enerjinin ötürülmə məsələsi üzərində qoyulur. Əsas dövlətimizin prioritet sahələrindən biri budur. Bizim özümüz bir qəribə hesabat aparmışıq Azərbaycanda, yəni prezidentimizin göstərişini ilbəyir. Təxminən 2002-ci, 2001-ci illərdə 6-7 dənə ildə elektromobil ixal edirlər. İndi minlərlə edir. Bunun sayı davamlı olaraq 35% intervalında götürsək, nəqliyyat sektorundan atmosferə buraxılan emisiyalarından tullantı qazlarının miqdarı kifayət qədər azalacaq. 25-30%-ə qədər azaltmaq olur. Buna görə də elektromobillerin istifadəsidir. Ondan sonra güneş enerjisindən istifadə deyil. Kifayət qədər yaşıl energetikanın Azərbaycan öz payından çox enerjiyə, özünün götürdüyü öhdəlikdən çox qənaət edə bilər. Onu da biz bu şəkildə başqa inkişaf etmiş dövlətlərə sata bilərik. İnkişaf etmiş dövlətlərin ən böyük problemi olan bu dəqiqə Çin hardası 15-20% tullantıları, Çindir, Amerika, ABŞ-dır, Rusiyadır, 6-7%-ə qədər. Elə bir böyük rəqəmlərdir. Təxminən dünyanın buraxdığı, İslam müəllim dedi, tullantıların 50%-i bunlar buraxır. Bunlar da öhdəlik götürmək istəmir. Bunun da problemi bilirsiniz nədir? Amerika kimi dövlətin problemi ondan ibarətdir ki, Amerikada texnologiya o qədər böyük enerji effektliyi ilə səmərəli ədədi o qədər böyükdür ki, onlar səmərəliyi artıra bilmirlər. Amma inkişaf edilmiş dövlətlərdə asandır. Köhnə texnologiyada, yeni texnologiyanı tətbiq edirlər, səmərəliyi artırsa və bu qədər artırdığın qədər də bu qiymətlər aşağı düşə bilir. Bu nəqliyyat sektorundadır. Gəlirəm kənd təsərrüfatı sektorunda necə yumuşatma aparmaq olur. Bu, bilirsiniz də, ənənəvi olaraq bizim kənd yerlərində həmişə biz yanacaqdan evlərin indi qazlaşma gedir. Azərbaycan hardasa 95-96%-ə qədər qazlaşma olur. O 5-6% kəndlərimiz var ki, bütün region üzrə dəyişir. Qazlaşma tam yetir. Biz ənənəvi olaraq həmişə odundan istifadə eləmişik. Bir də biriket deyirlər. Biz əslində qalanda kənd yerlərində buna gərmə deyirlər. Yandırmadan istifadə edirik. Əgər biz onu yandırsaq, yandıran kimi atılır. Əgər gərməni istifadə eləməsə, o bir neçə ilə çölə atsın, onun özü orada çürüyüb, qazlaşıb gedəcək. Əgər fikir versəniz ki, məsələn, qoyun pəyələrində, inek pəyələrində fərqli olur, qışlarda alışmalar olur. Metan qazı əmələ gəlir, onun özü parçalanır gedir. İndi biz elə fikirləşməliyik ki, bir də kənd təsərrüfatında əsas tullantı, metan tullantı, metan deyirlər, batlatıq qazı da deyirlər, bu çəltik istehsalıdır. Azərbaycanda indi bu son dövrlərdə, cənub zonamızda bu çox sürətlə inkişaf edir. Çəltiyin də dibində haradasa 7-11 cm su olurdu. Həmişə orada humusların çürüməsindən metan qazı əmələ gəlir, atmosferə gedir. Son dövrlər yeni çəltik növləri edirlər ki, bu tullantısı az olsun, suyun miqdarı az olsun. Bax, bu texnologiya biz nəzarət eləməliyik. Bir də kənd təsərrüfatı tullantılarından daha səmərəli istifadə eləməliyik. Məsələn, indi çox yerlərdə Azərbaycanda da o uzaq, yəni elektrik enerjisindən çox kənarda olan bölgələrdə, məsələn, bizim çobanlar yaşayan dağlarda güneş çeviricilərini istifadə edir, elektrik enerjisi. Bəzi böyük firmalarda çox az hallarda rast gəlirəm, qaxta da olmalıdır, bioqazın alınması. Amma Türkiyə kimi dövlətlər bundan çox yaxşı inkişaf edirlər, istifadə edirlər. Yəni, onlar o qazı qaz sənayesindən yox, məsələn, Azər Enerjinin qazından yox, özləri istehsal edirlər. Bunun özü də səmərəliyin artırılmasıdır ki, yəni, əgər atmosferə buraxılan tullantılar bir mənbədən olsa, onun üzərində yeni texnologiya qurub azaltmaq çox asandır, nəinki pərəkəndə şəklində olsun. Bax, bu da kənd təsərrüfatı üzüdür. İkinci, bizim Azərbaycanda da o uzaq, yəni elektrik enerjisindən çox kənarda olan bölgələrdə, məsələn, bizim çobanlar yaşayan dağlarda güneş çeviricilərini istifadə edir, bioqazın alınması. Amma Türkiyə kimi dövlətlər bundan çox yaxşı inkişaf edirlər, istifadə edirlər. Yəni,
bizim bir qorxulu tullantı sahələrimiz var ki, bu məişətdir, ondan sonra ümumi ictimai yemək yerləridir. Düz Ekologiya Naziri son dövrlərdə bunları bəzi zərbələr aparır və səhiyyə tullantılarına nəzarət. Bu da düzdür. Birbaşa iqlimə təsir eləməsə də, amma ekoloji tərbiyənin, ekoloji təhsilin, ekoloji mədəniyyətin aşılanmasında bunların da idarə edilməsinə fikir versək daha yaxşı var. Bu qədər. Çox yaxşı. Hökmən müəllim, çox sağ olun. Ətrafınızdan. Sualınız olar Hökmən müəllimə. Heç sualınız yoxdur. İndi bir dənə də sual yoxdur. Bir 5 dəqiqədə sizin vaxtınızı alacaq. Sən də gəl otur orada bunların yanında. Hamımız şəkili bir yerdə çəkək. Düstur gətir otur onun yanında. Bilirsiniz də Konstitusiya və suverenliyidir. Bundan da danışmamaq olmaz. Bax, bizə belə imkanları verən, gəlib sizlərlə görüşməyi, oxumağı, yaşamağı, təmiz mühit yaratmaq imkanlarını verən də bizim konstitusiya qərarlarıdır, bizim suverenliyimizdir. Doğru suverenlik sahəsində son illər görülmüş işlər, torpaqlarımızın yenidən qaytarılması, ölkəsin öz ərazisi üzərində suveren hüquqlarının bərpa olunması çox mühüm əhəmiyyət kəsb edir. Bu işlər deməli bu qərarlar ona görə verilir ki, bizim özümüzün konstitusiyamız var. Konstitusiya bizə imkan verir, bizə hüquq verir ki, biz təmiz ətraf mühitdə yaşayaq. Və ona görə də bu iqlim dəyişmələrindən danışırıq, sabah gəlib bərk tullantılardan danışarıq, o bir gün gəlib başqa ekoloji məsələlərdən danışarıq. Bu ekoloji məsələlərə bizə imkan verən konstitusiyadır. Bax, konstitusiya qanunvericiliyidir. Ölkənin baş qanunvericili aktı konstitusiyadır. Bu konstitusiyada 2 dənə punkt var, onları izah edeyim və bununla da bizim bu görüşümüzün əsas hissəsi 2. Əvvəla, bilirsiniz, bu konstitusiya 95-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlandı və qəbul olundu. Və 1995-ci ilin noyabrın 27-sində qüvvəyə mindi. 2002-ci ildə umumxalq səsverməsi ilə dəyişikliklər oldu. Avqustun 24-də. 2009-cu ilin martın 18-də umumxalq səsverməsi ilə yenə də bəzi əlavələr və dəyişikliklər edildi. Bu konstitusiyada bir neçə dəfə dəyişiklik olundu və bir də qəbul olundu müstəqillik dövründə. Mühüm, 2 dənə mühüm müddəa var. O mühüm müddəaları mən sizin nəzərinizə çatdırıram və siz yeri gələndə öz vətəndaş hüquqlarınızdan və vətəndaş vəzifələrinizdən çıxış edə bilərsiniz. Birinci maddə 39, Konstitusiyanın 39-cu maddəsi deyir ki, hər bir Azərbaycan vətəndaşının sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Yəni, o tələb edə bilər ki, mənim sağlamlığımı qoruyun, mən sağlam mühitdə yaşamaq istəyirəm, mən bu məsələni tələb edirəm. Əgər sizin evinizin yanında Zaqatalada keçən dəfə Göyərçin kəndində, kəndin içində demək olar ki, şey var idi. Bu tullantı, məişət tullantılarını aparıb atırlar cəmaatın həyətinə. Amma cəmaatın həyətinə də düzgündür demək. Oraya əvvəlcədən olub, amma cəmaat gəlib orada tikiliblər. İndi onu kim ona icazə verir, necə olub, o başqa söhbətdir. Belə şey yol vermə. Sizdə deyəsən gümrüyün başında körpüdən o tərəfə atırdılar vaxtı ilə. Sonra mən bir neçə dəfə gəldik ora. BMT-də mən onda vaxt işləyirdim, layihə rəhbəri. Gəldik, Musa müəllimlə danışdıq, o da ekologiyadan gəlmiş adam idi. O vaxt müəyyən işlər görüldü. Ətraf mühitin qorunması hər bir şəxsin borcu. Bir var, hüququmuz, ondan istifadə etmək hüququmuz, sağlam olmaq hüququmuz, bunu tələb edir. Amma bütün ictimaiyyət də sizdən tələb edir ki, ətraf mühiti qoruyasınız. Bu konstitusiyamızda ətraf mühitlə bağlı 2 punkt var, ikisində mən sizə dedim və bu imkan verir ki, indiyə qədər 20-yə qədər qanun qəbul eləmişik, 20-dən çox konvensiya girmişik, beynəlxalq konvensiyalara və ətraf mühitin qorunması indi ölkənin prioritet
vəzifəsidir və milli prioritetlərin 5-ci punktu təmiz ətraf mühit, yaşıl artım prinsipidir. O yolla gedirik. Sizə mən bu yolda uğurlar arzulayıram. Siz də təbliğ edin, deyin, öz uğurlarınızdan istifadə edin. Hər bir vətəndaş gəlib tələb edə bilər ki, ekologiya idarəsindən bugün havanın çiftliyi mənə deyiyorum konsentrasiyası nə qədərdir. Onun OPS konvensiyasını biz imzalamışıq. Hər bir vətəndaşın ətraf mühit haqqında informasiya almaq hüququ vardır. Bu hüquqları bilərək siz də öz fəaliyyətinizi davam edərsiniz. Bax bizim çox belə gözəl dilbər güşələrindən biridir. Onun insanları çox obyektivdilər, qorxmazdılar, cəsurdular. Öz mənafeləri, xalqın mənafelərini müdafiə edə bilirlər hər bir təşkilat qarşısında. Sizə uğurlar arzulayıram. Sağ olun.